Adım Rəşid Yedigarlı. 25 gün əvvəl üzümdə iflic hiss elədim. Ağzım tərpənmirdi, qaşım qalxmırdı, gözüm bağlanmırdı, gözümdə sulanma var idi. Yemək yeyə bilmirdim, düzgün su içə bilmirdim. Buna görə axtardım YouTube-dan və Aygün xanımı tapdım. Üst sinirimin müalicəsinə görə gəldim və müalicəyə başladıq. Elə ilk günlərdən özümü yaxşı hiss eləməyə başladım. Artıq ağzım rahat tərpənirdi, qaşım qalxmağa başladı və müalicənin artıq 24-cü günüdür və özümü çox yaxşı hiss edirəm. Aygün xanıma və Bioloji Təbabət Klinikasına öz təşəkkürümü bildirirəm, sağalmağımda kömək olduqları üçün. Pasiyentimiz stres və soyuqlamadan sonra axşam yatıb, səhər duranda görüb ki, sol tərəfdə qaşı qalxmır, gözü yumulmur, gözündən su axır və ağzı əyilib. Ağzında keyləşmə də olduğu üçün çox narahat olur və sosial şəbəkədən həkim axtarışına çıxıb və sonunda Bioloji Təbabət Klinikasını və bizi seçərək müraciət edib. Xəstəmiz bizə müraciət edəndə artıq bir neçə gün iflicdən sonra keçmişdi, yəni 5-ci gün idi bizə müraciət edəndə. Həqiqətən də xəstənin üzündə kobud, üst sinirinin sol tərəfli neuropatiyası, yəni iflicinin biz əlamətlərini gördük. Cavan olmasına baxmayaraq müalicələri vaxtında və deyilənlərə əməl etdiyi üçün, həm də evdə müəyyən idman hərəkətləridir, sinirə aid müəyyən tövsiyələr var ki, onları da vaxtında etdiyi üçün və inteqrativ tibb üsullarından, homeosinyatriya metodundan istifadə edərək xəstədə iflic olmuş mimiki əzəllərə, bioloji aktiv nöqtələrə, tərkibində heç bir kimyəvi qatqı olmayan təbii tərkibli preparatları həmin nöqtələrə yeridərək o sinirdə qıcıqlanma yaratdıq və sinirin qısa müddətdə tam demək bərpasına səbəb olduq və ona görə də xəstələrə buradan müraciət edirik ki, üzünüzdə həmin belə bir patoloji hal olarsa, vaxtında həkimə getmək lazımdır ki, qısa müddətdə öz əvvəlki sağlamlığınıza qovuşa biləsiniz. Aldığımız nəticə çox tez oldu. Artıq ikinci iynədən sonra xəstənin artıq qaşlarının tədricən qalxmasını gördük. Gözləri artıq yumulmağa başladı və ağzındakı o asimetriya da tədricən düzəldi. Çox qısa müddətdə, bu gün biz artıq 10-cu iynəni edəcəyik. Xəstəmizin demək olar ki, üst siniri tamamilə bərpa olunub.